Hər vaxtınız xeyir olsun dostlar. Bugün başıma gələn və xoş xatirə məndə bağışlayan iki hadisənin şahidi oldum. Deməli, bu günləri Koroğlu'da yerləşən 5 nömrəli Asant xidmətdə oldum. Əvvəla buradan bütün Asant xidmətin əməkdaşlarına təşəkkür edirəm. Qapıda bizi qarşılayıb da polis əməkdaşları var ki, hansı ki bizi yoxlayır. Oradan gülərüz qarşılayıb, biz yuxarı qalxıb, orada qeydiyyat nömrəsi aldıq. Orada bir Aytən xanım var, hansı ki doğrudan da Asant xidmətinin hüquqşünasıdır, çox savadlı, peşəkar, fərqi yoxdur vətəndaş kimdir, tanınmışdır ya da sadə vətən, hamının suallarını orada cavab verməyə çalışırdı. Mən getmişdim ora həm məhkum olmamağım haqqında arayış almağa, bir də inanmazsınız. Bax, getmişdim arayış alım, ayın 12-si arayışım veriləcək. Həm fürsətdən istifadə edib sürücülük vəsiqəmi dəyişdim. Eyni anda değişirsən, həm də şəxsiyyət vəsiqəmi dəyişdim. Deməli, bunun üçün də ABB Bankın işçiləri var orada. Onlara da təşəkkür bildirirəm. Çünki onlar çox xoş üzdürdülər. Deməli, mən dayanmışdım orada, bir bəy mənə yaxınlaşdı. Dedi ki, Torik bəy necəsiz, sevirik siz, dedim çox sağ olun. Dedi, mən Belçikada yaşayıram və həmən vaxtı o Aytən xanıma yaxınlaşdı. Ona sual verdi, mən də qulaq yoldaş oldum. Soruşdum Aytən xanıma ki, səfirliklə bağlı nəsədir? Dedim, burada Asant xidmətdə səfirliyin də işləri görülür. Dedi, yox, müəllimin evladlarının ikisi də Belçika vətəndaşıdır, amma onlar ikili vətəndaş almaq üçün gəliblər. Həm də Azərbaycan vətəndaşı olmaq istəyir. Qızı da orada hansısa bir ali məktəbə daxil olub və istəyir Azərbaycanlı kimi daxil olsun. Bu məni çox qürurlandırdı ki, baxın, uşaqlar Belçikada doğulublar, oranın vətəndaşıdırlar, amma vətən, Azərbaycan pasportu daşımaq nə qədər gözəl bir hissdir də. Və sonradan getdim, sağ olsunlar, bizim Daxili İşlər Nazirimiz əməkdaşları mənim şəxsiyyət vəsiqəmi yeniləməyinə görə orada da çox xoş insanı qarşılayırlar, orada suallar verirlər, ünvanımı dəstəkləyirlər. Onun pulunu vermək üçün təzədən kassaya yaxınlaşdım. Gördüm, bir dənə qadındır, yanında da 2 dənə uşaq. Uşaq birdən mənə yaxınlaşdı, dedi ki, Alman dili bilirsən. Dedim ki, bilirəm, az bilirəm. Yəni, wie geht's, Dankeschön, tschüss, Wiedersehen, bunları bilirəm. Sonra uşağa gülər üzlə dedim ki, 1, 2, 3, 4, 5, bunları bilirəm. Uşaq güldü, dedi ki, maması ona söyledi, yaxşı bilir Alman dilini. Dedim, hə, o da dedi ki, hə, danışır, dedi, bilir. Sonra o uşaq məndən qabaq idi növbədə. Maması ilə yaxınlaşını gördüm, ağlayır. Dedim, niyə ağlayır? Dedi ki, getmək istəmir buradan. Dedim, burada olub, dedi, yox. Doğuluşdan ilk dəfə də Azərbaycana gəlib, amma qayıtmaq istəmir. Bilirsiniz, nə qədər xoşhal oldu mənə ki, baxın, nə qədər olsa uşaq Almaniyada böyüyüb, Almaniyada yaşayır. İlk dəfə də Azərbaycana gəlib. Bu da qonşulardan dost tapıb özünə. Onlarla bir neçə vaxtı, bilmirəm, 1 aydır buradadır, 2 aydır buradadır. Dostlaşıb vətəndən ayrılmaq istəmir. O dostlarını burada qoyub getmək istəmir. Və o kişi necə o Belçikada uşaqlar böyüyə-böyüyə onlara Azərbaycanlı olduğunu, vətəni sevməyi, Azərbaycanı sevməyi öyrədib onlara ki, o evladlar bu günləri ali məktəbə daxil olurlar, amma deyirlər ki, yox, biz gəlin Azərbaycanlı kimi, yəni ikili vətəndaş Belçikada olur da. Bu məni çox duyğulandırdı orada. Hətta orada Aytən xanıma dedim ki, adam biraz burada qalsa, bu hadisələri görsə, fəxr edir. Harda olursunuzsa olun, harda doğulmuşsa doğulun, Azərbaycanlı olduğunuzu heç vaxt unutmayın. Bu ölkənin problemləri ola bilər, bu ölkədə bəzi problemlər ola bilər, amma biz son illərdə bütün Qarabağlı olduq, bütöv torpaqlarımıza sahib olduq. Dövlətimizi sevin. Evladlarımız doğulandan onlarda vətən sevgisi yaradın. Onlar vətəni sevsinlər, vətəni görməsələr də, illər sonra gəlsələr də bilsinlər ki, bu onların atalarının, babalarının, xalalarının, əmlərinin vətənidir. Çox xoş oldu mənə bu hadisələri gördüm və buna ürəyimdən keçdi ki, sizinlə bölüşüm. Allah bütün dünyada yaşayan Azərbaycanlarımızı var eləsin. Onların evladları harda oxuyurlarsa oxusunlar, harda böyüyürlərsə böyüsünlər. Heç vaxt yaddan çıxartmasınlar ki, onlar Azərbaycanlıdırlar. Mən də fəxr elədim bu insanlarla, hətta qürurlandım. Allah ölkəmizi var eləsin. Allah ölkəmizdə heç vaxt vətəndaşlar problemli olmasınlar və dünyanın harasında yaşayırlarsa yaşasınlar. Hər zaman tətillərdə, yayda, bayramlarda başqa xarici ölkələrə yox, yalnız Azərbaycana gəlsinlər. Asant xidmət, sizə təşəkkür edirəm ki, bu hissləri mənə bugün yaşatdığınıza görə.